Salam dostlar, bugün World Soccer Champions'da Real Madrid karyerasına başlayırıq. Dünya klasmanını seçirik. Klublar İspanya və Real Madrid komandası ilə başlayırıq. Bəli, Real Madrid'e başlayırıq. Gördüyünüz kimi hal-hazırda Real Madrid taktiki sxemi görürük. Biz bunu 4-4-3-ə gətirəcəyik. Görə Real Madrid də bir sezona neçə titul qazana biləcək, maksimum neçə titul əldə edə biləcək. Bəli, belə davam edirik. Burada Valverdeni ataq bura, Valverdeni burada, Carvalho atırıq bura, həmin mövqeyə. Həmçinin Militao'nu da atırıq müdafiəyə. Arda Gülər kənarda qalıb, Arda Gülləri bura gətirəcək. Lunin'in yerinə, Endrick Dempsey'nin, Vallejo'nun yerinə. Fran Garcia da buradadır. Fran Garcia'dan kənarı. Bəli, bu heyətlə heç bir transfer etmədən bu heyətlə görək bir mövsüm ərzində Real Madrid neçə titul qazana biləcək. Və başlayırıq. İlk öncə hazırlıq oyunudur. Görək 1-0, 3-0 və 5-0 hesabda qələbə qazandı. Hazırlıq qarşılaşmasında və transfer təklifləri var. Tchouaméniyə 106 milyon avro transfer təklifi var. Paris Saint-Germain'ə təbii ki, bunu qəbul etməyəcək bir mövsüm, ancaq bu heyətlə biz görək Real Madriddən neçə titul qazanacaq. Onu müəyyənləşdiririk. Və ikinci o Trabzonspor hazırlıq maçında 4-0 məğlub edildi. Və Atalanta ilə Super Kubok oyunu finalı Real Madrid Atalanta və 1-1 penaltilərdə oduruq Atalantanın və ilk kubokumuz gəlir. UEFA Super Kubok ilə başlayırıq mövsümə və indi İspaniya Super Kubokunu oynayacaq. Mallorca ilə qarşılaşırıq. Zaryadkamız az. Mallorcanı 3-0 hesabla qırmızı vərəqəmiz olmağına baxmayaraq 3-0 hesabla məğlub edir. Finalda El Clasico olacaq və görək ilk El Clasicomuzu necə başa vuracaq. Və finaldır bu və Real Madrid görək El Clasico'da Barcelona'nı məğlub edə bilər. Bəli, Jude Bellingham'ı qolla məğlub edirik və ilk titulumuzu, ikinci titulumuzu qazanırıq və ilk El Clasico'muzu qazanmağı bacarırıq bununla. Və La Liga'da ilk oyunumuz Atletico Bilbao qarşıdır. Militao'nu ataq bura. Bəli, Atletico Bilbao Real Madrid. Görək necə olacaq. Oyun başladı. Və Tchouaméni'nin qoluna 1-0 qazanırıq və dediyim ki, bu sezon transfer eləməyəcək. Yəni bu heyətlə Real Madriddə görək neçə titul qazandıra biləcək. Artıq 2 titulumuz var. Görək davamı gələcəkmi. Real Madrid Leganes'lə oynayır və 4-0 məğlub edirik. Arda Gülər də qol vurdu bu oyunda, sonradan meydana daxil olub. Və yenə Alaves'lə qarşılaşır. 3-cü oyunumuz Alaves qarşısında 2-0 geridə və Deportivo Alaves'ə 2-0 məğlub olduq. Gözlənilməz məğlubiyyət. Gözlənilməz məğlubiyyət və Celta Vigo'nu qəbul edirik meydanımızda və Real Madrid Celta Vigo'nu Mbappe və Vinicius'un qolları ilə məğlub edir. 5-ci qarşılaşma Ligada. Villarreal Real Madrid. Və bu 1-1 bərabərlə bitir oyun. Hal-hazırda 4-cü 10 xal toplamışıq 5 tura. Sevilla liderdir. İndi Osasuna'nı qəbul edirik. Real Madrid Osasuna və 3-1 qəşəng qələbə qazanırıq. Çempionlar Liqasındakı rəqiblərimiz müəyyənləşənə qədər ilk çəkilişimizi davam etdirəcəyik. İkinci çəkiliş isə əgər baxış yaxşı gələrsə növbəti gün Çempionlar Liqasında rəqiblərimiz bəlli olacaq və oyunlarda sizə çəkib göstərəcəm. Və indi Las Palmas qarşısında 2-0 geriyə düşmüşük. Las Palmas'a 3-1 gözlənilməz məğlubiyyət. Yaxşı gedir hələ ki, La Liga'da işlərimiz. Atletico qarşısında 3-0 öndük və 3-1 hesab ilə məğlub edirik Atletico Madrid'i. Atletico Madrid'i məğlub etməyə bacardıq. İndi Kubokda oynayırıq. Kubokda görə Real Madrid qələbə qazana biləcək və 2-1. 2-1 hesabı ilə qələbə qazanırıq. Qırmızı vərəqəsi var. Kamavinga'nın Mendy'ni atırıq o istiqamətə və başlayırıq oyuna. Betis'i görə məğlub edə biləcəkmi? Real Madrid, bəli, Rodrigo'nun dubli ilə məğlub edirik. Və bu oyundan sonra artıq Çempionlar Liqasında rəqiblərimiz müəyyənləşir və
bu çəkişi bununla yekunlaşdıracaq. Bəli, Valensiyanı 6-0 darmadağın edirik. Hal-hazırda Bombardier siyasını gördük və indi Real Madridin Çempionlar Liqası rəqibi Sturm Graz, Ludogorets çox gözəl rəqiblər düşür. Fenerbahçe, Stuttgart, Bologna, Juventus, Inter və Liverpool. Əla rəqiblər oldu məncə. Sonda 3 komanda, son 2 komanda deyərdim. Inter, Liverpool biraz çətindir. Qalanları yaxşı oldu və dostlar, bu günlük bu qədər. İnşallah əgər ilk videomuza yaxşı baxış, bəyənmə gələrsə, növbəti video daha uzun olacaq. Oldu, özünüzdən müğayət olun və bura qədər oldu. Kylian Mbappe də beləliklə zədələndi. 5 həftə sıradan çıxır. Bura qədər bəli. İndi Çempionlar Liqasındakı komandaları sizə göstərim. Bax, budur.